Əziz yüksələn oxutanlar, 2026-cı ilin iyun ayı şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni, əgər siz yüksələn oxutansınızsa, tam olaraq doğru yerdəsiniz. 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Bu isə sizin qarşıt bürcünüzdür. Əkizlər və oxutan qarşıt oxdur. Deməli, Günəş sizin 7-ci evinizdə olacaq. 7-ci ev ikili münasibətlər evidir. Buna görə də ayın ilk yarısında fokusunuz münasibətlərdə olacaq. Kimisi sevgisini axtarır, kimisi mövcud münasibətinə daha çox zaman ayırır. Evlilər üçün həyat yoldaşı ilə bağlı mövzular və ortaq planlar ön plana çıxa bilər. Bu dövr həm də çox sosial bir dövrdür. Yüksələn oxutanlar onsuz da sosial olmağı sevirlər. Gəzinti, görüşlər, yeni tanışlıqlar və münasibətlər üçün çox gözəl enerjilər var. 7-ci ev həm də ticari ortaqlıqları və müqavilələri göstərir. Müştərilər, iş birlikləri və yeni müqavilələr baxımı hərəkətli bir dövr ola bilər. Bəziləriniz üçün nişan, toy və ya münasibətin ciddiləşməsi kimi mövzular da gündəmə gələ bilər. Günəşin 7-ci ev keçidi münasibətlərdə önəmli dönəmlər gətirir. Xüsusilə subaylar üçün çox gözəl və aktiv bir dövrdür. Həyatın dadını çıxarır. 7-ci ev eyni zamanda hüquqi məsələləri də göstərir. Buna görə də bəzi yüksələn oxutanların məhkəmə və ya rəsmi proseslərlə bağlı gündəmləri ola bilər. 21 iyundan sonra isə Günəş Xaçenk bürcünə keçir və sizin 8-ci evinizi aktivləşdirir. Merkuri də burada olacaq. Deməli, ayın ikinci yarısından etibarən həm Günəş, həm də Merkuri sizin 8-ci evinizdədir. 8-ci ev ortaq maliyyələr evidir. Ailə ilə ortaq büdcə, həyat yoldaşı ilə maliyyə məsələləri, bank ödənişləri, kreditlər, kredit kartları, vergilər, sığorta, təzminat, aliment, miras və ya riskli investisiyalar gündəmə gələ bilər. Bəziləriniz kredit almaq istəyəcək. Burada Merkuri olduğu üçün maliyyə mövzularında yaxşı xəbərlər ala bilərsiniz. Həll olunmayan bir maliyyə məsələsi varsa, bu dövrdə irəliləyiş ola bilər. İnvestisiyalar üçün də uyğun enerjilər var. 8-ci ev eyni zamanda sağlamlıq evidir. Xüsusilə 21 iyundan sonra sağlamlığınıza diqqət edin. Həm fiziki, həm də psixoloji yorğunluq hiss oluna bilər. 8-ci ev şuuraltı və mənəvi mövzularla da bağlıdır. Onsuz da yüksələn oxutanların fəlsəfi və mənəvi tərəfi çox güclüdür. Bu dövrdə terapiya, meditasiya, enerji çalışmaları, astrologiya və psixoloji inkişaf mövzularına maraq arta bilər. Bu işlərə başlamaq üçün uyğun bir dövr. 29 iyundan etibarən isə Merkuri retroya başlayır. Merkuri retrosunda edilən imzalar sonradan problem yarada bilər. Ona görə də əgər toy və ya nikah planınız varsa, 25 günə qədər həll etməyiniz daha yaxşı olar. Və gəldik ayın dolunayına. 30 iyunda Oğlaq bürcündə dolunay baş verəcək. Oğlaq sizin doğum xəritənizdə ikinci evinizdir. Yəni pul və qazancı evi. Bu dolunay maliyyə mövzularını ön plana çıxaracaq. Uzun müddətdir düşündüyünüz bir maliyyə qərarı artıq dəqiqləşə bilər. Əmlak alqı-satqısı, investisiya etmək və ya maliyyə planı qurmaq kimi mövzular aktivləşə bilər. Amma burada diqqətli olmaq lazımdır, çünki 29 iyunda Merkuri retrosu başlayır. Bu səbəbdən son anda maliyyə ilə bağlı sürpriz problemlər çıxa bilər. Ona görə də xüsusilə müqavilələr və böyük alış-verişlərdə diqqətli olun. İkinci ev həm də karyera evidir. Bir çoxunuzun iş və karyera ilə bağlı mövzuları bu ay nəticələnə bilər. Yeni iş, yeni gəlir qaynağı və ya uzun müddətdir gözləyən bir mövzunun həlli bu ay gündəmə gələ bilər. Və sonda Yupiter artıq Şir bürcünə keçir. Bu isə sizin 9-cu eviniz deməkdir. Təhsil, xarici ölkələr, hüquqi məsələlər və həyat fəlsəfəsi ilə bağlı möhtəşəm bir il başlayır. Yupiter sizin idarəçi planetinizdir. Buna görə də çox güclü və şanslı təsirlər alacaqsınız. Məndən bu ay üçün bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.